Damarlarımızda axan qanın bədənimizdə harada yarandığı barəsində heç düşünmüşdünüzmü? Qanımız əsasən borulu sümüklərin iliklərində yaranır. Borulu sümüklərə daxildir. Aşağı ətraflardan bud və baldır sümükləri, yuxarı ətraflardan bazu, mil və dirsək sümükləri. Bu sümüklərin daxili boşluqlarında sümük ilikləri yerləşir və burada qan hüceyrələrinin yaranması prosesi gedir. Təkcə 24 saat ərzində sümük iliklərində 200 milyarda yaxın qırmızı qan hüceyrəsi yaranır və qan dövranına keçir. Və bu hər saniyədə 2-3 milyona yaxın yeni hüceyrənin yaranması deməkdir. Ona görə də bir sıra sümük xəstəliklərində paralel olaraq qan xəstəlikləri də meydana çıxır və yaxud da əksinə bir sıra qan xəstəlikləri zamanı yeni sümük iliklərinin köçürülməsinə ehtiyac duyulur. Yaranmış yeni qan hüceyrələrinin böyük hissəsi qan dövranına qarışır, kiçik bir hissəsi isə qaraciyər və dalaqda depo halında saxlanılır. Travmalar zamanı əgər qanaxmalar baş verirsə, qaraciyər və dalaqda depo halında toplanmış qan dövranına qarışır və bu da kompensator olaraq qanın miqdarının müəyyən qədər artmasına töhfə verir.